Dünyanı dəyişdirməyin yolu özünü dəyişdirməkdən başlayır. Dünyanı gözəlləşdirməyin yolu, işıqlandırmağın yolu özünü işıqlandırmaqdan başlayır. Kör kora kör deməsə bağrı çatlar deyən bir söz var. Tutalım ki, birisi görür ki, onun rəisi yaxud başqa birisi ədalətsiz davranır. Zalımlıq edir. Sən də durursan o zalıma deyirsən ki, sən zalımlıq edirsən. Sən doğru hərəkət eləmirsən. Bundan sonra geri o işdən çıxasan da. Elə deyilmi? Bəli. Amma inanın ki, sizin səviyyəniz, ruhani səviyyəniz olsa, siz ona belə baxıb gülümsəyə bilərsiniz. O utanar sizdən. Səhərsi gün ya sizi işdən çıxarar, ya da özünü düzəldər. Bax, mən deyəndə ki, qaranlığı işıqla qovarlar. Qaranlığı qaranlıqla qovmaq mümkündür. Sən qaranlıqsan, qaranlığa lənətli sözlər deyirsən. Heç bir şey baş verməyəcək orada. O da səni lənətləyəcək, onun da imkanları çoxdur, səni çıxarıb atacaq. İş yerinə gələn başqa bir adam yenə o ağır vəziyyətlə üz-üzə gələcək. Ətrafımızı, həyatımızı işıqlandırmaq, transformasiya etmək üçün bizim müdrikləşməkdən, kamil olmaqdan başqa çarəmiz yoxdur. İşıq insana dönüşməli. İşıq insanın birinci ailəsində xoşbaxtlıq yaradır. Sonra o nur yayılır qohumların arasına, qonşuların arasına. Hamı sevir ki, bu adam bu var, qonşuluqda var, dürüst adamdır,